həyatı heç zaman sakit olmayıb. Təbiətindən gələn çılğınlıq, insanlara, həyata bağlılıq və haqsızlığa qarşı üsyana çevrilməyi bacaran xarakteri, bir də adının, eləcə də bütün yaradıcılığının önündə böyük hərflərlə yazılmalı olan vətəndaşlığı. O vətəni şeirdə vəsf eləmirdi. O vətəni sadəcə sözlə sevmirdi. Onun vətən, azadlıq sevgisi həm də əməlində idi. Sovet dönəmində istəmirəm azadlığı qram-qram deməklə bir çoxlarından fərqli olaraq dövrünün dəbdə olan siyasi məfkurəsindən deyil, məhz milli ideologiyadan çıxış edirdi. Elə bu səbəbdən də bir çox qapılar çox zaman onun üzünə bağlanırdı. Milli oyanış dövründə də o yenə ön cəbhədə idi. Bu dəfə də tək sözü ilə deyil, həm də əməlləri ilə. O yenə də hər kəsdən vətənə çılğın bağlılığı ilə fərqlənirdi. Hər Türk bir dünya deməkdir. Biz xalq dünyasıyıq. Bizim işimiz məğlub edilməzlik. Və bu fərqlilik onu Moskva zindanına qədər apardı. Birinci Qarabağ savaşında ilki Təbriz könüllü cəbhəyə yollananda qürur duydu. Sənə layiqli oğul böyütdüm deyə Azərbaycan. Bugün bir sevgi tarixçəsində həyat və yaradıcılıq yolu Azərbaycanın azadlıq hərəkatı ilə sıx bağlı olan Xəlil Rzanın sevgi tarixçəsini izləyəcəyik. Bir daha görəcəksiniz ki, qəlbi böyük olan insanların elə məhəbbəti də böyük olur. Məhz Firəngiz xanımla Xəlil Rza bir-birinə olan sədaqəti, səmimiyyəti ilə çoxlarından fərqlənməyi bacarıblar. Xəlil Rza haqqında danışanda Azərbaycanın istiqlaliyyəti haqqında danışırıq, azadlığını danışırıq. Xəlil həqiqətən milli qəhrəmandır. Mən elə biləm, gözəl talih oldu. O mənada ki, Azərbaycanın müstəqilliyi ilə bağlandı məsələ. Azərbaycanın müstəqilliyindən nə vaxt söhbət keçsə, Xəlillə Firəngizdən söhbət getməlidir. Güləçar dünya gülər, aləmə nur tökülər, sən yadıma düşəndə. Güləçar dünya gülər, aləmə nur tökülər, sən yadıma düşəndə. Gecə olsa ay çıxar, qaranlıqlar çəkilər, qaranlıqlar çəkilər. Gecə olsa ay çıxar, qaranlıqlar çəkilər, qaranlıqlar çəkilər. Gün olar, gündüz olar, gündüz olar, şəfəq göyər düz dünya, bir dünya. Onların ömür yoluna heç və də yad izlər düşməyib. Ümumiyyətlə, Xəlil Rza bizim şairlərlə bağlı təsəvvürlərimizi hardaysa alt-üst edir. Çünki o, ilk tanış olduqları gündən ömrünün son anına qədər sevgi şeirlərini yalnız Firəngiz xanıma yazıb. Firəngiz xanım həm ata, həm də ana tərəfdən məşhur Aşurbəyovlar nəslindəndir. Vaxtı ilə Bakıda Göy məscidi tikdirən Aşurbəyovlardan. Elə ata-anasını da bir araya soyadları gətirmişdi. Və könülsüz qurulan bu nigahdan 5 övlad payı olub. Onlardan biri isə Firəngiz xanım idi. Xəlil isə sayılan sadə bir ailənin övladı idi. Ancaq çılğınlıq, səmimilik, emosiya bu ailənin sanki özəlliyi idi. Onlar universitetdə oxuyarkən tanış olmuşdular.
Firəngiz xanım tarix, xəritazasiya, filologiya fakültəsində oxuyurdu. Hər gün eyni pilləkəndə, eyni dəhlizdə üz-üzə gəlirdilər. Və Firəngiz xanımın bacısı Xəriza ilə bir qrupda oxuduğundan bu təsadüfi görüşlərin sayı daha çox olurdu. Başlayıb bacıma yaxınlaşmağa yavaş-yavaş. Mənim haqqımda məlumat toplayıb, harda oxuyur. Sonra bir-iki dəfə görürəm ki, o bizim dərsimiz gec qurtarır. Çıxanda görürəm ki, universitetin qabağında bir dənə tut ağacı var. Dayanıb orada. Görürəm ki, bacım ucu gedib evə, amma bu gelmir. Bu dayanır. Tut ağacının altında dayanıb ki, mən də çıxım dərsdən. Elə içində mən qorxurdum. İndi bizdə Bakıda belədir ki, hamısı tanıyır, hamı bir-birini tanıyırlar burada. Olmaz da oğlanla danışarsan, alan olmaz bunu. Mən də gələndə qızlara deyirəm ki, mənim yan görəmdə şeyini ki, o mənə yaxınlaşa bilməsin. Onlarla gür gəlirdim, bu elə daldan baxa yaxınlaşar daha bilmirdi, görürdü ki, mən imkan vermirəm. Bu bir dənə məktub yazır mənə, ki, niyə imkan vermirsən ki, sənə yaxınlaşım. Ondan sonra mən söhbət eləmək istəyirəm sənlə. Sonra bacım da öyle mənə deyir ki, ay Firəngiz, o xoşu gəlir səndən. Deyir ki, pləkanları ki 5-5 düşür, o hər işin ötəsindən gələr. Tənbəl qıza oxşamır. Deyir, şükür nə deyir də, bir kəlmə qulaq askinə də, nə olacaq? Dedim, yox, onda o gəlsin kimya fakültəsinə, binanın bu yanında da koridorla gedirsə, uşaqlar görməsinlər ki, bu mənlə danışır. Getdim ora, o da gəldi ora. Dedi ki, söhbət eləyək, filan, sən tarixə gəlmişsən, nə yaxşı tarixə, ədəbiyyata gələydin də. Az Nizamini öyrən, Füzulini öyrən, Xəqanini öyrən. Neyinirsən, Marksi, Engilsi öyrənirsən, Lenini öyrənirsən. Dedim ki, mənim atam istəyib ki, mən sekretar raykom olum da, katib olum. Nəysə elə belə getdi, gəldi. Bunu gördüm, danışığına da xoşum gəldi ki, yaxşı danışır. Amma mənim ərə gedən vaxtım deyir, axı. Bacım elə gedməyib, birinci gələ bacım gedə, sonra mən gedəm də. Dedim, yox, mən elə institutu qurtarmayınca mən içeri tərpənən deyirəm. Bir də ki, mən elə səni dəqiq tanımıram, yaxşı gələk tanıyam səni. Zaman da məktublar yazır, bir də verir mənə. Həqiqətən də məktubu oxuduqca bunun mənəvi dünyası mənim gözümdə canlanır və ürəyimdə deyirəm ki, elə bu mənim adamımdır deyəsəm. Əli mənim 40-50 illik ailəvi dostumdur. Cavan şahidlər idik, dəstəklə görüşlərə gedərdik. Xəlilin bir sözü yadımdadır ki, yayda gedir, sözü bu arada. Sizə var bir sualım, hansınıza su alım. Su satırdılar da, yanırdıq axı. Xəlilin gülüşü qızım, mən o gülüşdən eşitməmişəm hələ. Xəlil güləndə uğunub gedirdi. O güləndən sonra sən gülməyə bilməzdin onun yanında. Bax, o dərəcədə Xəlilin ürəyi çox pak idi, çox açıq idi. Xəlildə kin deyilən şey yox idi. Acığı tutardı, qışqırardı. Şeiri də bəzən qışqıra deyirdi, çünki o içindən bir tufan gəlir, içindən bir qaynayırdı Xəlil, qaynayırdı. Və o cürdə şeiri də sinə dəftər deyildi. Maraqlıdır ki, həmin dönəmdə Firəngiz xanımın atası Böyükağa Aşurbəyov Salyan xəstəxanasının baş həkimi imiş. Oğlunun sevdasından xəbər tutan Rıza kişi də elə elçiliyə onun yanına gedir. Tanış olur, məqsədini bildirir. Qızının seçiminə ilk gündən güvənən qız atası məsələni yoldaşına xəbər verir. Ancaq anası Leyla xanımın reaksiyası çox kəskin olur. Atam da özlüyündə fikirləşib ki, sevib geçsə yaxşıdır. Kişiyə deyib ki, mən sənə söz vermirəm. Amma gedib qızın anasına deyərəm, ana qızı ilə danışar, görək anasına nə deyər. Atam gəlir anama deyir ki, bəs belə də qızı istəyənlər var. Oğlan filoloqdur, 3-cü, 4-cü kursdadır. Anam dedi, nə, mən rayona qız verəcəyəm. Ondan sonra dalıcı yeməkləyəcək, gedəcək.
Güya ki, məni rayona aparacaqlar da, anam təsəvvür edər. Atam da deyir ki, qızdan öyrənmək yaxşı öyrənginən. Qızı istəsə, harda olsa onun üçün yaxşı olar. Çünki istədiyi adamla bir yerdə olacaq. Yox, mən verməyəcəm. Mən onu, qohumumuz var Cəmil, o həkimdir, Bakıdadır, ona verəcəm. Bu da rus yazıcıdır Cəmil. Ha vaxt gəlir bizə, görüm anam imkan yaradır ki, mən o ilə bayra çıxım, gedim, söhbət edim də, mənə çartsın yolda. Görüm rusca danışır da, rusca deyil, mən Azərbaycan cavab verirəm buna. Eyni vaxtda həm Cəmilin elçiləri gəlib, həm də Səlyandan gəliblər. Qaynanam gəldi, hindi öpməsi, gəldi, qucaqladı məni, öpdü, ay bala. Yaxşı olacaq. Xəlil bizə nə yaxşı oğlandır. Həyətimi, bağımı, bağçamı hamısı Gülüstan Xəlil eləyib. Atam dedi ki, baş çıxardacaq bu qız. Bu qız baş çıxardacaq. Niyə sən deyirsən ki, gedməsin, qoy getsin də. Elə həmin günü Xəlil Rızanın elçilərinə hə dedi, Cəmilə yox. Hə demədi. Cəmilə yox dedilər. Amma bunlara dedi ki, qoy hələ bir qızın tikini çox dəqiq öyrənək. Bəlkə elə hələ uşaqdır, qanmır, elə deyir ki, biraz camalı zadı var, bəlkə ona görə. Toyunuz nə vaxt oldu? Toyumuz heç yadımda qalmır. Dekabrın 7-sində. Səryanda oldu. Hə, Səryana. Buradan Səryana gəlin apardılar da məni. Mənim yoldaşımla Fərəngiz xanım rəfiq idilər. Birindən o evləndi, birdən mən evləndim, Cavan şair. Mən Xəlilin toyuna getdim Salyana. Orada solduş oldu, sağdış solduş deyirlər. Mən oldum. Buradan da sonra Xəlillə Fərəngiz gəldi Gəncədə. Mənim bacım gildə oldu toyum. O ilə heç kəsim yox idi. Orada mənim sağdış solduş, orada da onlar oldular. Bakıdan rayona gedirsən də, hamı baxır, oturuşu var, duruşu var, nə cür hərəkət edir, əlini nə tər uzatdı, çox maraqlıdır. Amma hər anda onlarda o məhəbbəti də mən görəndə, məsələn, onlar şəhər qızlarına bir qəribə kimi baxırdılar da. Oxumağa getdi Moskvaya, ali ədəbiyyat kursu deyirlər o vaxt. Onu da ikimizi göndərdilər. İndi bu qızlar da getmək istəyirdilər. Orada da bizə yataqxana yoxdur, haraya aparaq bu qızları. Özümüz getdik. Sarı maşallah cəsarətli idi. Deyir mənə ki, az nüşgözlüyürük. Kəbinimiz, kağızımız. Gedək də deyirəm, az yox ha, deməmiş, necə gedərik, gedib arada qalacaq. Çaşıb qalacaqlar onda. Deyir, yox, sənin işin olmasın. Bir də görürük, telegram gəldi ki, gəlirik. Haraya gəlir bunlar, yerimiz yoxdur axı. Sən demə, atalarına məktub yazırlar, güya biz göndərmişik məktubu. Aparıb verirlər ki, Nəriman da Xəlil də xahiş edir ki, gələsiniz Moskvaya, ancaq biz getmirik. Fikir verirsiniz. Atalar deyir, da indi onlar məktub yazırsa, gedin deyir, yox, biz getmirik. İndi ataları xahiş edir. Nə başlayır, zorla bunları göndərirlər güya. Bunlar gəlir, hər mağazada düşdükcə qatarın Rostovda, filan yerdə də telegram vurur, gəlirik. Biz də sevinə-sevinə qarşıladıq ki, bizim yoldaşlarımız gəlir, təzə evlənmişik. Ancaq yataqxana yoxdur. Gələndə gəldik, görüşdük, sevindik. Ancaq getdik, Kiriyə ev tutduq. Kiriyə ev tutduq, ikisi Fərəngizlə Sara orada qaldı, Xəlillə də mən yataqxanada ikimiz də bir otaqda qaldıq da artıq. Xatirələr çoxdur. Orada bir dəfə getdik, 25 kilometr idi bizim yataqxananın Peridelçinə ilə şəhərin arası. Yataqxanamız əvvəl orada idi. Sonra şəhərə köçdük. Bir dəfə gələndə gördük, qızlar yoxdur. Axşam da özü də Moskvada axşam saat 10-dur, nədir? Nə Fərəngiz var, nə Sara. Xəlil qışqırır, Firar Sara, Firar Sara. Xəlilin də səsi yaxşı idi. Qəbristanlığa da gedib axtardıq. Bir də gördük ki, səsləri gəldi. Hardasınız? Gedirlər şəhəri gəzməyə, Moskvanı. Cavan qırşaqlardı. Kino gedir, kinoya baxmağa, oradan giriş gəliblər. Xəlilin acığı tutdu, Sarıya bir çillə vurdu, Fərəngizə də bir çillə vurdu, ikisinə də. Mən də küstüm. Mən də küsmək idi, vurmaq yox idi. O qədər unudulmaz xatirələrdir bizim bunlar, mənim üçün. Mən elə biləm, mənim ən xoşbəxt günlərim idi.
Axşam üstü olanda gedirdik şeylərə, tarlalara. Kələm əkilib, buraq əkilib, kök əkilib. Onların ətrafında fırlanırdıq, gəzirdik. Sonra ocaq qalıyırdıq, ət alırdıq kabab pişirməyə. Nəriman bir sözü vardı, deyirdi ki, Muraz istədi, o ağaca dəyməyin. Muraz istədi. Qurumuş şeyləri qırmayın o ağacdan da xəstələnər. Kol-kosları yığırdıq, gətirib yığırdıq bir yerə. Bunlar da bir-iki dənə dəmirdən, nazik simlərdən tapıblar. Kabab pişirirdik orada, yedik. Yəni günlərimiz pis keçmirdi. Biz bilmirdik onda talihimiz hala doğru gelir. Elə sevinirdik. Uşaq sevinclərindən yaşayırıq, şair idik, şeir oxuyurduq. Daim gülüşlərin içindeydik biz, inanın qızı. Ağla gəlmirdi, ev eşik yox idi. Orada oxuyurduq, işimiz yox idi gəlir. Heç şey fikirləşmirdik. Çünki o qızlar yanımızdaydı ona görə. Gözlərindən xoşbəxtlik yağır. O dönəmdə onlar doğrudan da xoşbəxtdilər. Yetərincə məşhur olan bu şəklin təşəbbüskarı isə Nəriman Həsənzadə olub. Oturmuşduq, çörək yediyle dördümüz də qızlar xörək pişirmişdi. Biz oturmuşduq, bir bala vururduq. Heç balaca bir şeydi. Birdən nəysə, dedim, gəlsən gedək şəkil çəkdirək. Biz şəkil çəkdirməyi unuduruq qızı, mən indi də deyirəm onu. Və dedim, durun gedək bir şəkil çəkdirək. Çörəyi də deyəsən yarıda qoyduq, onu Firəngizdən soruşa bilərsiniz. Düşdük aşağı, orada taksiyə oturduk, getdik Belarus vağzalına. Belarus vağzalı çox uzaq. Biz onda Aslan Kino Parkı, bax onun yanında qalırdı, yataqxanamız şəhərdə idi. Getdik orada şəkil çəkdirdik. Şəkil də yaxşı çıxdı. Yaxşı haldaydıq biraz. Firəngizlə Sara ilə bir doğma bacıdılar. Bir-birinə çox oxşuyurlar. Bir dəfə də Xəlillə mübahisəmiz oldu, nəyinsə. Şeiri necə yazmaq olar? Şeir necə olmalıdır? Gəldi, söhbət oraya çıxdı ki, Mayakovski kimi şeir yazmaq lazımdır, yoxsa necə yazar? Mayakovski deyir, Levoy, belə Mayakovski ruhda belə. Xəlil dedim, Mayakovski kimi yazmaq lazımdır. Verirəm, yəni, gür gəlir onda. Mən də dedim, yox, Yesenin kimi yazmaq lazım. Pıçıltı ilə yazmaq lazım. Sakitcə. Dedi, yox. Dedim onda, o mu dedi, mən bilmirəm. Gedək Nazım Hikmətin yanında. İndi gəlir Nazım Hikmətə ki, görək şeiri necə yazaq. Çox qəribədir. Gəldi, Allah rəhmət eləsin hər ikisinə. Nazım da oturmuşdu, Nazım ürəyindən xəstə idi. Galina Grigoriyevna var idi, ona həkim idi, onun şəxs həkimi. O da evdə idi. Oturduq, bizə deyirdi, canım, şəkərim, belə müraciət edirdi. Oturduq, çay verdi bizə qadın, Qənəgöyünə. Sonra dedi, Nazım, bir məsələ üçün gəlmişik yanında. Deyir, buyurun canım, buyurun. Çox böyük şəxsiyyət idi qızım. Nazım Hikmət, Perider içində, Moskvada, Beşşanıda dev var idi onun. Azərbaycanın konsuluydu, Azərbaycanın səfiri idi, elan olunmamış. İndi Nazimə sual verdik. Mayakovski kimi yazmaq lazımdır, yoxsa Yesenin kimi? Nazim fikrə getdi. Sonra qalxdı ayağa, getdi pəncərənin qabağında dayandı. Öz evim. Dedi ki, şair nə tez qocaldın sən. Sən Mətunun şeirin, şair nə tez qocaldın sən. Dedi, gəldi əyləşdi. Dedi, canım, ananızla hansı dildə danışırsınızsa, o cür yazmaq lazımdır. Bizə dedi. Deyəndə rəhmətli Xəlil dedi, bəs sizin şeiriniz var ki, şərqdən gəliyorum, şərqin dərdlərini bağıra-bağıra gəliyorum. Sən yanmasan, mən yanmasan, biz yazmıyorsak, nasıl çıxar qaranlıqlar aydınlığa? Deyir, düzdür yazmışam. Axı deyir, bu pafoslu falan, dedi Xəlil. Dedi, canım, onu yazmışam ki, öz dediyini deyirəm, ha qızım. Onu yazmışam, Mayakovski ruhlu şeir lazım olsa, Mayakovskini yox, mənə oxusunlar. Nazim belə dedi. Ancaq Xəlildə bir təbiilik də var idi. Bir dəfə Yunusdan çıxdım, axşamüstü idi. Xəlildə yataqxanada da gəlməmişlərsə. Bir də şəhərə Qorki küçəsinə gəlin gördüm, mən bir nəfəri. Dedim, mən Xəlil sənsən, pijamada gəlib oraya. Dedim, mənə bu pijama nə də, niyə belə çıxırsan? Elə kimdir mənim tanıyan? Elə bir şeylər Türkmen Həmzatı da belə
Pijamada gəlmişəm. Çox natural idi. Bəzən adam susmaq istəyir, susmaqla xatirələrə gedirsən. Təkcə danışmaq deyil ki.